Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur. Bu səbəbdən bayram günlərində balanslı qidalanmaq çox önəmlidir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər. Qarın narahatlığı, həzm pozuntuları və ağrılıq hissi bu günlərdə tez-tez rast gəlinən problemlərdəndir. Hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı istehlakı vacibdir. Mövsümi tərəvəz salatları yeyin. Tərəvəzlər liflə zəngin olduğu üçün acılığı azaldır və qidanın həzmini asanlaşdırır. Bir yemək saatında 3 çeşiddən artıq yeməkdən uzaq durun. Hoş geldin. Buyurun balalarım, bayram aşıydı. Həmişə şadlıqlar olsun. Qızardılmış məhsullardan çox sobada bişmiş balıq və ət növlərinə üstünlük verin. Salat və yeməklərdə mayonez əvəzinə qatıq, xama və kefir əsaslı soslardan istifadə edin. Novruz şirniyyatları, şəkərbura, paxlava və digər təamlar yüksək kalorilidir. Xörəklərdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb olur. Çərəzlər də gündəlik kalori qəbulunu artırır, buna görə də miqdarına diqqət eləmək lazımdır. Yavaş-yavaş yemək çox önəmlidir. Doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır, buna görə də tələsik yemək həddindən artıq yeməyə səbəb olur. Maya qəbuluna diqqət edin. Yemək vaxtı və dərhal sonra su içmək tövsiyə olunmur. Su qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməlidir. Bayram günlərində aktiv olmaq, gəzintiyə çıxmaq və yüngül idman hərəkətləri eləmək həddindən artıq qidalanmanın mənfi təsirlərini azaldır. Sağlam qidalar seçərək və aktiv həyat tərzini qoruyaraq Novruzu həm dadlı, həm də sağlam şəkildə qeyd edə bilərik. Bayramınız mübarək!